12. Qlobal Bakı forumu və forumun ikinci günü. Sülh yolu və post-münaqişə dövründə yenidən qurma, bərpa və stabil sülhün qorunub saxlanması günün mövzusudur. Panel müzakirələrinin mövzusudur və mən hazırda bu forumun daimi iştirakçılarından olan Qırğızstanın 2014-2015-ci illərdə baş naziri vəzifəsində çalışmış Comart Oturbayevlə söhbət edəcəm və forumun 12-ci xüsusilə forumun əhəmiyyətindən danışırıq. Mr. Oturbayev, welcome again to Azerbaijan. And I have a question about the importance role of 12th Baku Global Forum and about the goals of the forum. How would you comment? As always, Global Baku Forum demonstrate high efficiency and put ahead of many former politicians, businessmen and academia most challenging issues of the modern world. And we are all victims of global reformatting of the world order, and indeed the brains and knowledge of participants of the forum will give some ideas, not only in making forecasts where the world will move, but also some practical recommendations which many countries around the world will be using. And in that respect, I can't stop myself from expressing my gratitude and big thanks to Azerbaijani government and civil society for putting ahead very important elements. And as a brotherly nation of ourselves, we're really proud what Azerbaijan achieved in a modern world, be able to attract so many outstanding personalities and discuss and find solutions on what to do. In my session, which I'm going to be part, we will be debating post-conflict restoration of Karabakh. I believe that it should be a role model for post-conflict reconstruction, not only here in Karabakh, but all over the world. Comprehensive plan, state-of-the-art prognosis and movement, and Azerbaijan may settle excellent example on what to do in this post-conflict area. Our world is not becoming safer. We see many conflicts, and that is why example of Karabakh will be outstanding example, and I want to make a couple of suggestions in that respect. I will translate with your permission and then I will ask my next question. Bəli, deyir ki, Bakı Qlobal Forumu üstünlüklərə, bir çox nailiyyətlərə çatıb. Çünki burada beyinlər və biliklər sahəsində biz müəyyən təcrübələr əldə olunur və o təcrübələr dünya ölkələri üçün effektivdir, yəni faydalıdır və ümumiyyətlə Azərbaycan hökuməti və vətəndaş cəmiyyətinin birgə səyləri nəticəsində bu cür forumun bir araya gəlməsi, ölkələri birləşdirməsi xüsusilə sülhün əldə olunmasında ölkələr üçün həll yollarının tapılması baxımından vacib bir məsələdir və Bakı Qlobal Forumu da bu missiyanı özlərinə götürüb. Mən təbii ki, qısa tərcümə edirəm, məsəl istiqamətləri bildirir ki, mən Qarabağda post-münaqişə dövründə yenidən qurma, bərpa işlərinin keçirilməsi ilə bağlı müzakirə panelində iştirak edəcəm. Bu mənim panelimdir və mən əslində biz Qarabağdan danışırıq, Azərbaycan nümunəsindən danışırıq, amma bu təcrübə dünya üçün bir təcrübədir və biz bu təcrübəni əslində bölüşməklə onun dünya ölkələri üçün əhəmiyyətindən danışacağıq və həllər yollarından, həllər prinsiplərindən danışacağıq, müzakirə aparacağıq məhz bu istiqamətdə. Mr. Oturbayev, and one very important question about the speech of President Ilham Aliyev yesterday, because that speech was with very different terms, different topics, not for only Azerbaijan and for all the world. And how would you comment about the speech of Mr. President? He made speech about the situation in Azerbaijan, about COP29, also about the geostrategic situation in the region.
As you can imagine, my main interest is friendship and cooperation between Azerbaijan and Central Asia. What we knowing that our leaders meet regularly. We have so-called 5+1 format, where 5 presidents of Central Asian countries meeting with other leaders, and very often President Aliyev invited. It's informal 6 so-called member, because we sharing the same values. We're learning from each other, enhancing a lot of things going on economic area in cooperation, and very soon so-called middle corridor will be more active in making trade even more efficient. So yesterday President Aliyev, in his relatively short statement, covered many issues related to the world, related to energy, related to position of Azerbaijan in a global map. And really what we see is that the vision of visionary, and we, as our part of the world, will be part of this bigger picture. So President Aliyev definitely considers us as his brothers, and we really have to look more deeper into his speech, understanding what can we do together. Bəli, deyir ki, əslində mən Azərbaycanla, yəni Mərkəzi Asiya arasında həmişə bir yəni nümayəndə olaraq həmişə əlaqələrim olub və bu gün də var və 5 üstəgəl 1 formatı ki var Mərkəzi Asiyada, 5 Mərkəzi Asiya ölkəsi lideri və 1 bu İlham Əliyevdir. O xüsusi qonaq statusunda nüfuzlu üzv kimi hər zaman bu görüşlərdə iştirak edir və biz əslində eyni dəyərləri paylaşırıq, eyni təcrübəni bölüşürük, enerji məsələlərindən və iqtisadi məsələlərdən danışırıq və mən hesab edirəm ki, Prezident İlham Əliyev dünən öz çıxışında, yəni açılış mərasimindəki çıxışında məhz bunlardan danışdı. Yəni o bizə həmişə qardaşı kimi yanaşır, qardaş münasibətindədir və bu belədir. Və Prezident İlham Əliyev təkcə Azərbaycanda yox, bütün dünyada baş verən proseslərdən, enerji məsələlərindən danışdı və hesab edirəm ki, onun çıxışında çox zəruri istiqamətlər var və bu istiqamətlər də məhz qeyd etdiyimiz kimi mühüm amildir ölkələr üçün və Prezident İlham Əliyev böyük bir şəkil təqdim etdi, yeni bir siyasi xəritə təqdim etdi və bu çox mükəmməl idi. Və mən əlbəttə ki, Prezident İlham Əliyevin çıxışı ilə bağlı sual vermişdim və cənab Oturbayev da buna qısa şəkildə cavab verdi. Bəli, thank you so much, Mr. Oturbayev. Appreciate. Thank you for time. Bəli, Bakı Qlobal Forumunun 2-ci günü öz işini davam etdirir. Sülh və post-münaqişə dövründə sülhün qorunub saxlanılması, yenidən qurma və bərpa işləri. Bugünün əsas mövzusu olan müzakirə panellərində bax bu mövzular müzakirə olunacaq. Bizdən hələlik bu qədər. Real TV-ni izləyin.